Maşının qabağı əzilib, bufer əzilib. Evlərdə də silkələnmə var, divarlarda da çat düşüb. Ağac aşılası külək yoxdur. Burada başqa səbəb var. Paytaxtda sən güclü külək fəsadlar törədib. Bura Yasamal rayonunun Abad Aşurbəyeva küçəsidir. İri gövdəli ağac aşaraq avtomobilin üzərinə düşüb, eyni zamanda ərazidəki köhnə tikiliyə, elektrik naqillərinə və dirəklərinə ziyan dəyib. Ağac maşının üstündə də elə heç nə görmək olmur. Bakavin əzilib, far əzilib, bufer əzilib, patprez ola bilsin sınıb, görmək olmur. İşıq dirəyi aşıb, burada da əsas liniyadır. Bütün küçənin işığı buradan gəlir. 112-yə məlumat vermişik, Azərişığa məlumat vermişik, hələ ki gələn yoxdur. Bir dənə polisdən gəliblər, yaxınlaşıblar. İzahat yazdıq, təqdim elədik, çıxdılar, getdilər. Amma deyirsiniz ki, ağacın aşmağı tək hava ilə bağlı deyil, küləklə bağlı deyil, başqa ehtimalınız var. Həmin o ehtimal nədir? Bu ağac 70 ilin ağacıdır. Bu günə kimi bundan da güclü küləklər olub. Neçə dəfə özünüz də çəkmişsiniz, Yasamalda neçə dəfə ağaclar aşıb. Həmin küləklərdə bu ağaca heç vaxt aşmıyor. Bu günləri küləyin sürəti 16 göstərir. Telefonda da mən baxmışam. Yəni bu küləkdə ağac aşılası külək yoxdur. Burada başqa səbəb var. Həmin Başqa səbəb nədir? ola bilsin ki, tikinti şirkətidir. Svay vurublar, torpağı qazıblar, ağacın kökü qaçıb. Roxsom aparatı işləyib, Roxsomda işləyəndə evin divarlarına da sat düşüb. Ağacın da dibində yanıq izləri var. Əvvəl burada ağaclar da vardı ərazidə. İndi həmin ağaclar yoxdur.